Dostlar, sizin də bu video izahımda verilənlər bazasına aid məsələlərinə keçid etmək istəyirəm. Gəlin baxaq məsələmizdə birinci nələr istəyirlər. Birincində mənə deyir ki, yaşı 25-dən böyük olanlar. Gəlib seçirəm. 45, 28 böyükdür, 26 böyükdür. Keçirəm digər şərtə. Deyir ki, əmək haqqısı 200-dən çox olsun. 298, 275, 336. Yadınızda qalsın dostlar, ənd bizdə kəsişmədir. Onda birincidə məndə alındı 1, 2, 3. Kəsişmə 2, 4, 5. Bunları da kəsişdirsək nə alacaq? 2. Getir növbəti sualın izahına birlikdə baxaq. Burada bir cədvəl verilib və bu cədvələ əsasən işləyəcəyik üstündə. Məntiqi 30-dan çox olsun. Məntiqi gəlib tapıram 30-dan çox olsun. 1, 2, 3, 4. Deməli, bu oldu. 1, 2, 3, 4. Dedik dostlar, ənd nə oldu? Kəsişmə. İngilis dilisi uşaqlar deyir 20-dən az olsun. Aha. Deməli, bu isə bizdə oldu 2, 3, 4. Hər ikisində olanlar hansıdır? 2, 3, 4. İnformatikası, gəlin bunu təmizləyim üstündə göstərim. İnformatikası 15-dən çox olsun. İngilis dilisi 20-dən çox olsun. İndi gəlin baxaq. Bu oldu. 1, 2, 3, 4. Or, yadınızda qalsın uşaqlar, birləşmə deməkdir. Birləşmə 1, 5. Aydındır ki, cavab olacaq 1, 2, 3, 4, 5. Sonra uşaqlar, növbəsində deyir. Deməli, bizə belə bir şərt verir. Deyir ki, 77. Ümumi sahəsi üzrə balları artma ardıcıllığı ilə ümumi sahədəki balları. Baxın, yəni söhbət bu sütundan gedir. Balları artma ardıcıllığından düşsə. Deməli, məndə burada birinci gələcək 72 ballar. 72, 72. Sonra gələcək, daha doğrusu 68 birinci gələcək. 72, 72. 73. Sonra 81 nömrəli bal gələcək. Deyir ki, kim sonuncu sırada dayanacaq? Aydındır ki, artma ardıcılığının 81 ballı kimdir bizdə? Nura ən sonuncu sırada dayanacaq. İngilis dili sahəsi balları azalma sırası ilə. İngilis dilində azalma sırası ilə düz deyirsə, başlayıram 24, 21, 16, 15, 14. Ramil. Ramilin balına baxıram 15. 15-ci adam Ramildir. 15 bal yığan Ramildir. Ramil deməli neçənci yerdə durdu? 4-cü. Getdik. Cədvəllərindən deyir, miqdar sahəsi üzrə artma versəm, gəlin miqdarı artma ilə düzək. 8, 10, 16, 20, 26, 34. Deməli, 8 neçəncidir bizdə uşaqlar? 4-cü. 10 neçəncidir? 6. 16 neçəncidir? 16 5-cidir. 20 yığan 1-dir. 26 olan 2-dir. 34 olan 3-dür. Bu şəkildə düzləyəcəyik. Deyir ki, cinsi kişi olsun. K. Gəldik, seçdik. Kişilər. Or. Kimya balı biologiya balından çox olsun. Bunu götürə bilmirik. Bunu götürürük. Sonra mən bunu götürəcəm və mən bir də bunu götürəcəm. Deməli, cinsi kişi olanlar 2, 3. Cümləmin arasında nədir dostlar? Or. Birləşmə işarəmi qoydum. Gəldim burada. 2, 4, 6. Birləşdirəndə olacaq. 2, 3, 4, 6. Sonrasında gəldik. Yaşı 35-dən çox olsun. 1, götürdüm. Əmək haqqısı 600-dən az olsun. Götürdüm. Deməli, biri oldu 1, 3. Ənd olduğu üçün tez kəsişməni qoydum. 1, 2, 4, 5. Kəsişəndə sadəcə 1-in adı çıxacaq. Getdik.
Deyir ki, meyvələr adlı bir verilənlər bazasında sorğunun cavabı nə olacaq? Kivisi 62 olsun. Deməli, bu oldu 3, 4. Bu mötərizənin içində or. Banan 54-dən çox olsun. 1, 2. Yəni, oldu 1, 4. Bu mötərizəni qurduq, bağladıq. And not nə deməkdir? Ananası 40-dan az deyil də 40-dan çox götürəcəm uşaqlar. Ona görə olacaq 71, 51, 45. Yəni 2, 3, 4. Not o deməkdir ki, inkar edirəm. Birinci bunu birləşdirəcəm. Olacaq 1, 3, 4. And 2, 3, 4. Artıq mən burada kəsişdirəcəm. Cavabım olacaq 3, 4. H 16'ya bərabər olmasın. Deməli, onda 17-ni götürəcəm, 15-i götürəcəm, 15-i götürəcəm. Adı N ulduz. Yəni, adı N ilə başlasın. Nəsibi götürürəm, Nurlanı, Nihadı, Nigarı. Və salam. Ortasında birləşmədir. Bəli, onda cavabım olacaq 1, 3, 4, 7. Getdi növbəti seyrə. Aha, kivisi 39 olsun. Kivi 39. Götürdük. 1, 3. Daha doğrusu belə deyək uşaqlar. 112-ci və 678-ci aydır. Aha. Or, bu mötərizənin bananı 54-dən çox olsun. 1, 2, 3. Yəni 112, 333, 892. And not, yenə not sözünü gördümsə tərsini götürəcəm. Yəni 40-dan çox olsun. Olacaq 345, 333 və 892. Birinci yenə uşaqlar mötərizənin için yerinə yetirəcəm. Yəni baxın, bu hissəni mən yerinə yetirəcəm. Onda burada mən or olduğu üçün 112, 678, 333, 892-ni birləşdirdim. İndi and yazıram 345, 333, 892. Bu iki siyahıda da kəsişmədə nə olacaq? 892 var hər ikisində, 333 var. Yəni bu iki yazı çapa gedəcək. Mən hesablama səhvim yoxdur. Baxın bircə saniyə. Ananası 40-dan az deyil, 40-dan çox götürsəm ananasda olmalıydı 345. Aha. 40-dan burada uşaqlar mənim xətam nədir? Qoyun düzəldim öz xətamı. 40-ın özünü də götürəcəm. Yəni 678-də olacaq. Ona görə də burada da 678, hər ikisində 678 olduğu üçün 678-də kəsişməyə də olacaq. Yəni 333, 678, 892. Getdik növbəti suala baxaq. Vəssalam. Videomu bəyənməyi, kanalıma abunə olmağı unutmayın. Hər birinizə xoş seyirlər.